üçün həqiqətən də möcüzə görünməlidir. Siz deyirsiniz ki, 1,2 trilyon, 1,2 trilyon, əziz həmvətəndaşlar, milyarddan getmir ha söhbət. Azərbaycanda ümumiyyətlə bunu təsəvvür eləmək çox qeyri-adi məsələdir. Deməli, 1,2 trilyonluq ticarətdən, iqtisadi əməkdaşlıqdan söhbət gedir Qətərlə ABŞ arasında. Çox güman ki, bu növbəti 4 il üçün nəzərdə tutulur. Amma reallaşmış birbaşa razılaşmalar 300 milyard həcmindədir. 300 milyard çox böyük rəqəm. Bilirsiniz nə qədər böyük rəqəm 300 milyard. Azərbaycanın təqribən bir 14 illik büdcəsi qədər. 14 illik Azərbaycanın büdcəsi qədər, deməli, ancaq bir Trumpın Qətərə gəlişində Qətərlə ABŞ arasında müqavilələr imzalanır. Nə qədər böyük pullardan söhbət gedir və balaca bir ölkə ABŞ-ın siyasətinə belə təsir etmək iqtidarındadır. Və o pulları da ona görə xərclənmir. Amerikaya verilən o pullar, o müqavilələr Trumpın könlünü xoş eləməkdən ötürü edilmir. Yanlış görülür. Məsələn, deməli, indi bu dəfə 200-dən artıq Boeing təyyarəsi müqavilə imzaladılar ki, Qatar hava yolları üçün deməli alacaqlar. Bu Qətər hava yollarının bizim Azal kimi deyil, Qətər hava yollarının bir illik gəliri 22 milyard dollar. Sizə təsəvvür olsun, deyim ki, Azərbaycanın bu il tarixən ən böyük büdcəsi qəbul edilib 2025-ci ildə. Hələ o sual altındadır ki, bu büdcə yerinə yetiriləcək yoxsa yox, belə getsə yerinə yetirilməyəcək. Amma bu il bizim o tarixi pikimiz, büdcəmiz olmalıdır 38 deməli milyard manat. 38 milyard manat elə eləyir 22 milyard dollar. Yəni bizim bax bütün neft fondundan gələcək 13 milyard transfer, bütün deməli vergilər, kömrük rüsumları, o cümlədən neft şirkətlərinin ödəyəcəyi vergilər, bunların hamısı bir yerdə Azərbaycanın dövlət büdcəsinə bir ildə gələn 10 milyonluq Azərbaycanın gələcək pul qədər ancaq Qətər hava yolları pul qazanır. Bəs Azərbaycanda necə idarə olunur Azal? Yalnız quru yollarını bağlayandan sonra və monopolist bir mövqe verəndən sonra Azal indi mənfəət əldə etməyə başlayıb. O vaxta qədər biz Azala hələ kömək edirdik. Nəinki 22 milyard, heç 22 milyon da qazanmırdı Azal. Biz ona kömək edirdik. İndi deməli, Qətər hava yolları daha da böyüyəcək. Məsələn, indiyə qədər onun 252 təyyarəsi vardı. 200 şəhərə uçuş təşkil edir. Baxın, balaca ölkə 2,7 milyon əhali ilə, amma Qətər hava yolları 200 ölkəyə uçuş təşkil edir. Və ötən ilin nəticəsinə görə dünyanın ən yaxşı hava yolları seçilmişdir. Dünyanın ən nəhəng hava yollarından biridir Qətər hava yolları. Deməli, indiyə qədər bunun var idi, demək, 252 təyyarəsi. Hamısı Boeing'dir, deməli, ya da Avropa Aerobuslardır, təyyarələridir. İndi daha, deməli, 228'ini də alacaq. 480 müasir təyyarəsi olacaq. Və mən əminliklə deyirəm ki, bu gedişlə təkcə Qətər hava yollarının illik qazancı gəlib çıxacaq 40, 50 və daha artıq milyard dollara. Yəni Azərbaycanın büdcəsinin 2 mislinə bir hava yollarının. Amma Qətərin investisiya fondu orada hardasa 523 milyard var. 523 milyard. 2005-ci ildə yaranır. Bizdə onun 1/10 qədər neft fondunda. Qoymurlar ki, artmağa. Neft fonduna gələn kimi götürüb onu xərcləyirlər. O 523 milyard o qədər savadla idarə olunur ki, dünyanın ən qabaqcıl şirkətlərinə yerləşdirilir. Ən müasir şirkətlərə yerləşdirilir. Böyük pul qazanırlar. Deməli, həmin o investisiya fondunun nəticəsində. Və nəticə, xalqı əla yaşayır. Baxın, adam başına ABŞ qədər. Yəni, Avropadan çox irəli. Yəni, Avropada qabaqcıl ölkələrin adam başına düşən ümumi daxili məhsulu, məsələn, 44-42 demək 1000 dollardır. Amma burada 80-90 min dollar. Avropanın qabaqcıl ölkələrindən, Böyük Britaniya kimi, Fransa kimi ölkələrdən 2 dəfə artıqdır. Amerika ilə bərabərdir. Və üstəlik, balaca ölkə necə böyük bir geopolitik faktora çevrilir. Amerika siyasətinə təsir göstərir. Və bunun hamısını mütləq monarxiya sadəcə az oğurlamaqla və yaxşı idarə etməklə həyata keçirilə bilir. Azərbaycanda biz nə görürük? Azərbaycanda sizin dediyiniz kimi biz onu görürük ki, bu qədər neft, qaz çıxarılıb satılandan sonra ölkənin heç bir uğurlu bir işi yoxdur. Ölkənin həmin o 10 milyardlarla pul qoyulmuş Azalı da
başqa dövlət şirkətləri də hamısı yenə də hələ də büdcədən pul almaqla məşğuldurlar. Ancaq dediyim kimi son illərdə Azal mənfəət hədinə gəlib çatıb və bu gün də Azərbaycanın büdcəsi indi artırılan qiymətlər, vergilər və cərimələr hesabına doldurulur. Görün, Azərbaycanı hansı günə qoyub İlham Əliyev hökumətinin yaratmaz idarə etməsi.